Vətəndaş Barometr TV-nin qaynar xəttinə müraciət edərək bildirir ki, mən azfinza.net kredit təşkilatına müraciət etdim. Bu TikTokda qabağıma çıxmışdı. 2000 kredit verirdilər. Sayta girdim. Bütün məlumatları verdim. Sonra kart nömrəsi göndərdilər ki, bəs 200 manat, elə bir bu 2000 manata görə əvvəlcədən komissiya haqqını ödəmək lazımmış. Mən də ödədim. Amma 2 saat ərzində söz verdilər. Yəni yazıldı orada saytda ki, pul köçəcək, amma köçmədi. Yəni bu fırıldaqdır, polisə də şikayət eləmişəm. azfinza.net. Xahiş edirəm bunu ictimailəşdirək ki, yəni insanlara da belə fırıldaqçılıqlar baş verməsin onların da. Yəni pullar tutulur. Mənə polisdə də dedilər ki, yəni çoxdur belə şikayətlər. Nə bilim, xaricdədir bu insanlar, nədir? Axır araşdırma başlayıb, yəni insanlar da ehtiyatlı olsunlar. azfinza.net TikTok, Instagram səhifələri var, nömrələri var, amma nömrələrinə zəng çatmır. Bir nömrələrin WhatsApp-ına zəng çatır, yazmaq olur, amma o da cavab vermir. Onlayn olurlar, cavab vermirlər. Yəni başdan ayağa fırıldaqçılıqdır. biz də məsələni araşdırmaq üçün saytda mövcud olan hər iki nömrə ilə əlaqə saxladıq. Ancaq təəssüflər olsun ki, zəngimizə cavab verən olmadı. Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan isə bildirildi ki, hazırda vətəndaşın müraciəti əsasında araşdırma aparılır. Bir daha vətəndaşlara tövsiyə olunur ki, internet resurslarındakı saxta cəlbedici təkliflərə və şirinlikləndirici vədlərə qarşı diqqətli olsunlar. Tanımadıkları və ya etibar eləmədikləri şəxslərə onlayn ödəniş eləməsinlər. İctimailəşdirək ki, yəni insanlara da belə fırıldaqçılıqlar baş verməsin.